iyunun 2-də də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AZA verilən məlumata görə sabahın havası belə olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir artacaq. Gecə temperaturu 19-22 dərəcə isti, gündüz temperaturu 27-32 dərəcə isti. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60%, gündüz 35-45%. Azərbaycanın bölgələrində hava proqnozu: Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Ancaq axşam bəzi şimal və qərb rayonlarında qısa müddətli lisa xarakterli yağış, şimşək, hətta dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman müşahidə ediləcək. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir yüksələcək. Gecə temperaturu 17-22 dərəcə isti, gündüz temperaturu 31-36 dərəcə isti. Dağlarda gecə temperaturu 10-15 dərəcə isti. Dağlarda gündüz temperaturu 20-25 dərəcə isti.